Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. İndi mən bizim dəstəyimiz nə olacaq? Sizdən gözlədiyimiz dəstəyində onun haqqında daha ətraflı məlumat verəcəyəm. Amma siz zəhmətə dəyər olaraq videonun bu 3-5 dəqiqəlik hissəsini axıra kimi izləyin. Çünki mən bu videonu ayrıca çəkirəm. Bütün videoların əvvəlinə yapışdıracağam və bu barədə hər birinizin məlumatı olsun istəyirəm. Keçirəm dəstəyə. Birinci bizim göstərəcəyimiz dəstəyə. Biz nə dəstəyi göstərəcəyik? YouTube kanalımızda ödənişsiz formada riyazi bazı dərslərimiz hansı ki saytdadır, ödənişsiz formada paylaşacağıq. Daha çox uzatmamaq üçün aşağıya çəkmirəm. 26 dənə video dərsdir. Hər biri playlist formasında düzəldiləcək səliqəli ardıcılıqla. Orada paylaşılacaq. Rahat şəkildə ardıcılıqla izləyə biləcəksiniz. Riyazi bazı dərslər haqqında qısa olaraq deyim ki, bu məsələlər deyil. Siz burada riyazi bazı formasındasınız, məsələlər girişsin. Yəni birinci ələb bilməliyiz, toplama nədir, çıxma nədir, vurma nədir, bölmə nədir, qallı bölmə nədir, adi kəsir, onluq kəsir, müsbət, mənfi, tənlik, bərabərlik. Sadəcə belə bir şeylər öyrənirsiniz. Tam hazır olsun, sonra girişəcəyik məsələlərə. Birinci bazı dərslərimizdə çox uzatmaq istəmirəm. Onu paylaşdıq 26 video. Burada MHM 2025 yazmışam. Qara üzlü kitabdır, 4500 testi olan qalın kitabdır. Burada MHM kitabının, daha uzatmıram, 150 videoda hərəsi 2 saatlıq. Çox böyük bir zəhmət var. MHM kitabının bütün mövzularının ətraflı şəkildə izahı və hər bir testin, 4500 testin hər birindən ətraflı şəkildə izahı verilir. Ay bu onun təkrarıdır, yox bu asandır, belə bir şey yoxdur. Hər birindən acılıqla izahı verilir. Biz bu formada sizə dəstək olacağıq. Siz çox rahat bir şəkildə oturub hər bir testi evdə işləyə də bilərsiniz. Mövzu izahına baxandan sonra ilşəndə videoda hər bir testin izahını tapıb tezdən izləyə bilərsiniz ki, bu hissədə nə səhv eləmişəm, nəyi başa düşmüşəm və s. Bunun müqabilində keçirik sizin dəstəyinizə. Siz bizə necə dəstək ola bilərsiniz? Siz bizə, mən bilirəm ki, elə bir minimum ödənişli sınaq qrupu açırıq ki, ona 90%, 95%-in imkanı çatar. Ən azından mən belə düşünürəm. Təbii ki, istisnalar da ola bilər. Çünki bu nisbi anlayışdır da. Kimin imkanı çatmırsa o öz yerində. Yəni bunu vicdanla özünüz hesablaya biləcək gücdəsiniz. Yəni görəcəksiniz, yox da, rahatsızım çoxdur deyir, mənim ona imkanım yoxdur. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz da. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Bazı dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur.
İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq. 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik. Bu dəfəki mövzumuzun adı Hasil neçə sıfırla bitirdi. Və bu mövzuda 10 dənə sual var burada. Hələ mən məsləhət bilərdim ki, mövzu izahı kimi baxın. Yəni, çünki mən mövzunun izahını verəcəm və mövzu izahı verəndən sonra öyrəndiyimiz yolları bu suallara tətbiq edəcək və sualların cavabını tapacaq. Çox asan bir mövzu, narahat olmayın. Və bu 10 suallıq video izah ki olmayacaq. Bu video izahı bütöv baxmağınızı məsləhət bilərdim. Mövzu izahı kimi başlayaq, bu video izahı baxın. 10 sualın 10 da izahı verilir və məntiqi başa salınır. Ondan sonra video izah bitəndən sonra mövzu izahı kimi izlədiniz bunu. Tezdən amma bu testləri özünüz işləyin. Bu özünüzlə işləyəndə əzbər kimi yadınızda qalır. Bax, əzbər kimi işləməyin. Özünüzə izah verir ki, bu zaman bunu edirəm, bu zaman bunu edirəm. Çünki sual sayı azdır, əzbər kimi işləməyin. Özünüz izah verə-verə işləyin video izahı baxandan sonra ki, ömürlük yadınızda qalsın. Yaxşı. İndi keçirəm mən, narahat olmayın, bax yenə deyirəm. Mən həmişə kimi birbaşa praktik yolları deyə bilərəm bu suallar üçün. Çox asan yolları var. Amma birinci məntiqini başa salmağa çalışacağam ki, o praktik yollar hardan yaranır, niyə yaranır və niyə tətbiq edirik? O praktik yolların açıqlamasını verəcəyəm, sonra praktik yolun çıxarışını edəcəyik və ömürlük yadımızda qalacaq. Əvvəldən də deyim ki, praktik yollar çox asandır. Yəni, su kimi öyrənəcəksiniz, narahat olmayın. Sadəcə səbirlə, o izah hissəsi var, o izah hissəsinə qulaq asın, üstündən xahiş edirəm. Səbirlə qulaq asın bir dənə ki, narahat olmayın, axırda çıxarılan praktik yol hamı üçün çox asandır. Yəni, ən zəif başa düşən üçün belə o praktik yolun bu sualları göydə həll edəcək, göydə. Amma bir dənə səbirli olsun, qoy məntiq hissəsində qulaq asın. Çünki mən həmişə istəyirəm ki, məntiqlə başa düşəsiniz. Yaxşı? Onsa praktik yol gəlib çıxacaq, əzbərləmək istəyən əzbərləyər. Amma bir dənə cəhd eləsin də o əzbərçilərimiz ki, yoxdur əzbərləyənlər. Onlar da bir dənə cəhd eləsin, gözlə məntiqini tuta biləcəklər ki, tuta bilərsiniz. Baxın, mən mövzunun adından baxıram. Hasil neçə sıfırla bitir? Hasil nə deməkdir? Yəni vurma əməli. Hasil. Düzdür? Vurmanın cavabını hasil deyirlər. Məsəl üçün, mən bir neçə ədəd verilib, bax burada görürsünüz sual tipindən. Bu hasil, yəni bunlar bir-birinə vuranda alınacaq cavab sonu neçə sıfırla bitir? Bunu soruşur. Yəni cavab neçə ancaq onun vecinə deyil. Sondakı sıfırların sayı onun vecinədir. Təbii ki, ağzınıza gələ bilər ki, mən bunların hamısını bir-birinə vuraram. Vura bilərsən, 12, 13-ə vurdum, 156, 156, 14-ə vurdum, Allah neçə eləyir. Sonra 10, 15, 10-a vura bilərsən. Amma dəhşət çox vaxtın geçir. Yəni vurarsan bunların hamısı bir-birinə, sonra bir dənə cavab taparsan yekə. O cavabın sonuna baxarsan, məsələn, deyərsən ki, filan qədər sıfır var. Bəs sualın cavabı hazır. Amma mən nə edirəm o boydadır? Mənə sıfırların sayı lazım deyil. Bəli. Bax, buradan fikirləşirəm ki, mən buradan praktik yolunu çıxardım. Hələ ki, bu praktik yolu güya bilmirik. Deyəcəmsə praktik yolu, amma bilmirəm də bir yerdə çıxarırıq ki, belə sual veriləndə həmən vurub tapa bilərəm. Amma burada qısa yol mən necə çıxarış edə bilərəm? Deyirəm, ədədin sonunda sıfır nə vaxt yaranır ki? Deyirəm, hansısa bir ədədi ona vuranda, bunu hamımız bilirsiniz, amma məsəl üçün 13-dür, hər hansı bir ədədin də. Mən 13-ü 10-a vursam, son nə olacaq? Ədədin necə var yazılır, sonunda bir dənə sıfır atıram. Deyirəm, və ya məsəl üçün 13-ü 2 dənə 10-a vursam, 2 dənə 10. 13 necə var qalır, düzdür? Bu 10'lar, 2 dənə 10'um olduğu üçün 2 dənə 0 sonuna artırılır. Deyirəm, hə. Burada neçə dənə 10'a vurma varsa, deməli ədədin sonunda o qədər 0 yaranır. Yəni neçə dənə 10 vuruğu varsa, yəni bu vuruğların içində neçə dənə 10 vuruğu varsa, 10 vuruğu. Deməli o qədər çox, o qədər 0'ını yaranır. Aydındır burada sizə. Çünki bir ədədə 10'a vuranda 0 yaranır sonunda. Çünki 10'a vuranda 13 vur 10 sonunda bir dənə 0. 2 dənə 10'a vursan 2 dənə 0 yaranır. Deməli hər hansı bir ədədi 10'a vuranda 0 yaranır. Dostlar, bax buradan bir məntiqim irəli gəldi. Ən azından bir çıxış yolu tapmışam hələ ki. Ardını da deyəcəm sizə. Bunu hamımız başa düşdük ki, hə, deməli buradakı vuruqlar var. Bunların içində neçə 10 vuruğu varsa, yəni ki 10 ədədi varsa, vuruqların içində 10 ədədi varsa, deməli, məsəl üçün 5 dənə 10 ədədi varsa, deyəcəm ki, 5 dənə 0-dır bunun cavabı. Yəni sonundakı cavabının sonundakı sıfırların sayı 5-dir. Məsəl üçün deyirəm, hələn bilmirik. Başa düşürsünüz, 3 dənə 10 vuruğu varsa, sonunda 3 dənə 0 yaranacaq. Və əvvəl nəsədir mənim vecimə dönür, onun mənə bir soruşmur ki, sonu neçə 0-la bitir, onu soruşur. Deyirsən, əla. Burada 10 vuruğu yoxdur. Axı, deyirəm, tələsmə də. Sən ən azından bunu bildin ki, bir ədəd 10 vuruğun sayı olanda doğrudan 0-la yaranır. Məntiqini də başa düşdün. Sən həri. Deyirəm ki, bu 10 vuruğu var. Vacib deyil ki, 10 kimi bütöv yazsınlar bura. 10 ümumiyyətlə, neçə vuranda 10 alınır? 2-ni 5-ə vuranda. Başqa cür var, yox. Başqa cür elə biri 10-a vurmaq da. Yəni ki, onun özü də 1 vur 10 elə 10-dur da. Yəni. Deməli, mən onda baxmalıyam ki,
Gözümlə 10 görəndə o başqa məsələ. Burada 10 görə bilməyəndə mən baxmalıyam ki, burada neçə dənə 2 vuruğu var və neçə dənə 5 vuruğu var. Çünki hər bir dənə 2 ilə bir dənə 5 birləşəndə hələ 10 yaranır da. Bizə onu belə göstərməz 10 kimi. Amma 2-ləri 5-ləri birləşdirəndə, məsələn bu vuruğların içində 2-ləri 5-ləri birləşdirəndə 1 2 1 5 birləşəndə, yəni bir dənə cütlük yarandı, bir dənə 2, bir dənə 5 yarananda bu hələ 10 deməkdir. Yəni deyirəm, bir dənə 10. Başa düşdünüz, belə 10 görmürəm, amma 2 ilə 5-i bir-birinə vuranda 10 yəni deyirəm ki, bunların içində 10 vuruğu var. Və məsəl üçün bu bir dənə balaca nümunə ilə göstərim. Tutaq ki də mənə 24 vurulsun 15 verilməyib, düzdür? Burada 10 vuruğu yoxdur. Hələm bazanı göstərim, orada keçsəm. 10 yoxdur, göz ona vurma yoxdur axı. Mən amma bu 24-ü belə fikirləşə bilərəm, ən azından 24-ü 12 vur 2 kimi, düzdür? 15-i də 5 vur 3 kimi, düzdür? Bax 24-ü 12 vur 2 yazdım. Eyni şeydə 15-i də 5 vur 3 yazdım. Bunu bu cür yazanda görürəm, burada 2 vur 5 10 eləyir də, düzdür? Deməli burada bir dənə 10 yarandı. Bax, bir dənə 10. Başa düşdünüz? Deməli bunun cavabı hər nədirsə 100% sonunda bir dənə 0 var. Çünki başqa cür 10 yaranmır. 12 ilə 3-dən 10 yaranmır axı. Amma 2 ilə 5-dən yaranır. Doğrudan 24-ü 15-ə normalda özünüz vurursunuz. Hələ adi vurma kimi özün balaca götürün ki, özünüzə isbat edəsiniz. 24-ü 15-ə vuranda eləyir 360 və sonunda göstərir bir dənə 0 oldu. Amma mən bunun heç cavabını tapmamış belə bu 2 ilə 5 bir dənə 10 yaradır. Yəni bir dənə cütlük, 1 2 ilə 1 5 birləşəndə bir dənə cütlük yaradır da. O bir cütlük də 10 deməkdir. 2-ni 5-ə vuranda 10 edir axı. Yəni bir cütlük bir dənə 0 deməkdir. Yəni bir dənə 10 deməkdir, bir dənə 10-dur, bir dənə 0 deməkdir. Deyirəm, yaxşı. Çox asandır ya həllimiz. Məntiqini istəyirəm başa düşəsiniz. Bunu da başa düşdünüz. Düz indi burada necə tətbiq edəcəkdir? Bax burada, burada. Burada verilən hər bir ədədi vuruqlara ayıracağam. Bax, məsələn 12 verməyib. Sadə vuruqlara ayırmanı da bilirsiniz də. Elə sadə vuruqlara ayırın. 12-ni mən belə yaza bilərəm. 12. Bax, onların hamısını buraya yazacağam, sadəcə vuruqlara ayıracağam da. 12-ni mən 2 vur, 2 vur, 3 yaza bilərəm də. 2 vur 2, 4, 4 vur 3, 12. Yazdım. Başa düşdünüz nə edirəm? 13-ü də əvəzinə elə vur 13 yazdım. Çünki 13 sadə ədəddir də. Bunu vuruqlara ayıra bilmirəm. 13 vuru 1 yaza bilərəm. Nəyimə lazımdır ki 13 vuru 1 yazım? Elə 13-dür də. 14-ü, bax 13-ü də bura köçürtdüm də, biləsiniz. İndi 14-ü keçirəm. 14-ü də mən 14-ü də 2 vur 7 yaza bilərəm. Bəli, çünki 2 vur 7 ilə 14. Eyni şey köçürürəm. Sadəcə vuruqlara ayırıb köçürürəm bura. 15-i mən bura 15-i yəni 3 vur 5 yaza bilərəm. 3 vur 5 onsuz da 15-i də yaza bilərsən. 16-nı bura 16 bax 2 vur 2 vur 2 vur 2 demək. 4-dən 2-ni bir-birinə vuranda 16 edir. Belə yaza bilərəm. Bəli, yaza bilərsən Rasim. 17 sadə ədədlə 17 kimi yazıram. Vuruqlara ayıra bilmirəm. Köçürtdüm onu da. 18-i 2 vur 3 vur 3 kimi yaza bilərəm. 2 vur 3 6 6 vur 3 18. 19 da sadə ədəddir. Bunu da 19 kimi yazdım. Mən yazılı yazıram. Biraz öyrəşəndən sonra onu o yazmağa ehtiyac yoxdur. İşfahi özünüz təhlil edə biləcəksiniz. Mən amma göstərirəm yazılı. Mən nə dedim? Eyni ədədləri bura tezdən köçürtdüm. Tezdən bir-birinə vurdum. Yəni dəyişiklik eləmədim. Bir dənə dəyişikliyim nədir? Onları vuruqlara ayırdım. 12-ni 2 vur 2 vur 3 kimi yazdım. Eyni cavab olmalıdır. Yəni bunun cavabı nə? Bunun cavabı eyni olmalı. Çünki eyni ədədləri yazmışam. Bura sadəcə vuruqlara ayırmışam. Və bunları vuruqlara ayırandan sonra baxıram ki, heç nə. Burada neçə dənə 2 var, neçə dənə 5 var. Çünki 2-lər 5-lər lazımdır da mənə. 2-lər 5-ləri hər 2-5 cütlüyü bir dənə 10 deməkdir. 2 vur 5 10-a yaxın. Və neçə dənə 2-5 cütlüyü varsa cütlüyü ya. Boş 2-lərin sayı, boş 5-lərin sayı yox. Neçə dənə 2-5 cütlüyü varsa, 2-5 cütlüyü ikisi birləşdirə bilirəmsə, deməli bu hasilin sonu o qədər 0-la bitir. Bir sözlə baxıram 2-lərin sayına. 1 dənə 2, 2 dənə 2, başqa 2 var vuruqların içində. 3 dənə 2, 4 dənə, 5 dənə, 6, 7, bir dənə də burada var 8, başqa 2 yoxdur ki. Deməli 8 dənə 2 var mənim bu vuruqların içində. O bizdə heç vecimə də öyrə 13, 13 saat. 8 ilə 2 vuruqların 8 ilə 2 var. Neçə dənə 5 var? Cəmi bir dənə 5 var. Bir dənə 5 var. Başqa 5 yoxdur da. Yazıram burada bir dənə də 5 var. Deməli, burada neçə dənə 10 vuruğu var? Bir dənə. Çünki mənim 8 ilə 2'm ola bilər. Neçə dənə 5'im olsaydı, məsəl üçün də 3 dənə 5'im olsaydı, o 3 8 ilə 2'nin 3 dənə 2'sini götürəcəydim, o birisi 3 dənə 5 ilə birləşdirəcəydim. 3 2 3 5 3 dənə 10 deməkdir də. Başa düşdünüz? Yəni ki, bax mən burada lap belə göstərirəm. Bunlar yan bayandılar. Bax 1 5 ilə 1 2'ni birləşdirirəm. 5 vur 2 10 eləyir. Bax bunların cavabı da hər neçə eləyir. 100% sonu 0 ilə bitmir də. Bunların cavabı da hər neçə eləyir. 100% sonu 0 ilə bitmir. Çünki burada 2 5 vuruğu yoxdur. Bax 2'lər var, 5 yoxdur. 2'lər var, 5 yoxdur. Yəni 2 ilə 5 bir yerdə olmalıdır ki, 10 yaransın da. Yəni bunun cavabı hər neçə eləyir. Sonu 0 ilə bitmir. Bunun cavabı hər neçə eləyir. Sonu 0 ilə bitmir 100%. Çünki 2 5 yoxdur. Bunlar bir-birinə vuranda cavab hər neçə eləyir. 100% 0 ilə bitmir. Çünki heç biri 0 ilə bitmir. Bunları bir-birinə vuranda cavab hər nə alınırsa, onu bu 2 vur 5'ə ona vuranda 100% sonunda bir dənə 0 artırılır. Deməli, bu boyda həngamənin sonu 1-0'la bitir. Çünki bir dənə 10 var. Məntiqini başa saldım. İndi praktik yol deyirəm sizə. Deməli, sizə bu formada
Bir bu formada ədədlərin özlərini verir, bir-birinə vurur ki, bunun sonu neçə sıfırla bitər. Bir də deyir, birdən filana qədər ədədlərin hasili. Onun üçün də xüsusi bir üsul deyəcəm, narahat olmayın. Hələ ki, belə özləri açıq-aşkar ədədlər verir. Bu sualda, bu sualda, bu sualda kimi. Ədədlər verirsə, bir-birinə vursa və deyirsə ki, bu hasilin açıq-aşkar gördüyüm ədədlərdə, deyir, bu ədədlərin hasili, sonu neçə sıfırla bitir, onda siz nə edirsiniz? Sadəcə vurğulara ayırırsınız. Tapırsınız ki, neçəsində 2'si var, vurğuların içində neçəsində 5 var. Başa düşdünüz? Və bu 2 və 5-lərin sayı tapandan sonra sayı az olan hansı dövr? Məsələn, burada 8 dənə və 1 dənə. Hansı az? 8-dən azdır, 1 dənə, 1 dənə. O az olanı götürürsünüz. Və o az olanı götürürsünüz. Deyirsiniz ki, bu ədədin sonu 1 sıfırla bitir. Tezdən deyirəm praktik yolunu. Belə sual olanda vurğulara ayırırsınız. Tapırsınız neçəsində 2 var, neçəsində 5 var. Məsəl üçün, özümdən atıram. 6 dənə 2 var, 8 dənə 5 var. Məsəl üçün, vurğulara ayırmışam bir dəfə. Görürəm 6 dənə 2 var, 8 dənə 5 var. Hansı azdır? 6 azdır, 8 sayılara baxıram ha. 6 dənə azdır, 8 dənə, 6 dənə. Vəssalam. O azı götürüb deyirsiniz ki, deməli bu ədədin sonu 6 dənə sıfırla bitir. Bu qədər sadə. Məntiqini də başa düşürsünüz. Niyə azı götürürəm? Çünki o birisi çox ola bilər. Yəni burada 8 ilə 2 olsun. Mən nə edirəm? Bu 8 ilə 2 boş-boşuna, indi 8-ini yazmadım da. Boş-boşuna bunlar boş ikilər 0 yaratmır axı. Bu ikilərin cütləşməsi üçün 5 lazımdır. Yəni bir dənə 5 varsa bu 50-dən 2 olsun lap burada. 50-dən 2 üçün bir dənə 5 vardı. Yəni 1 2 1 5 ilə birləşir. Bir dənə 10 yaranır. 2 vur 5 10 edir də. Vəssalam. Yəni bir dənə 0 ilə bitəcək bu ədədin sonu. İkinci 5 varsa ikinci 5'i yazıram digəridir. İkincisi də buna birləşdi. Yəni az olanların sayı qədər 0 yaranır. Çünki az olanların sayını digər ikilərlə birləşdirirəm. Başa düşdünüz? Biz 5'dərik, tutaq ki, biz azıq bu dəfə. 8'lər çoxdur. 4 dənə 5'lik, 15 dənə 2 var. Mesela nə 10 yarana bilər buradan? 4 dənə 5'lik, vəssalam da, hər 5 getdi, bir dənə 2 götürdü, 4 dənə 2'ni. Vəssalam, o birisi 2'lər qaldı boş-boşuna. Onların birləşməyə 5 yoxdur. Ax, biz 4 dənə 5 idik, getdik, hələmiz bir dənə 2 götürdük, bir dənə 10. Bu biri getdi, bir dənə 2 götürdü, ikinci 10. Üçüncü 10. Dördüncü 5'də getdi, bir dənə 2 götürdü, dördüncü 10. Orada da 10 dənə 2 qaldı, bir qıraqda. Qalsın da artıq o 5 yoxdur, 5 ilə birləşsin. Başa düşdünüz? Yəni az olanların sayı hələ bizə sıfırların sayını göstərir. Bax, məntiqini dedim, qayıdıram praktik yola. Məntiqini başa düşən üçün lap əla. Praktik yol budur ki, bu cür veriləndə vurğulara aid 2 vurğuların sayını tap, 5 vurğuların sayını tap. Vəssalam. Neçəsində 2 var, neçəsində 5 var. Sonra ikisində sayını tapmamışsın. O saylardan hansı azsa cavabın odur. Vəssalam. 2 vurğuların sayını tap, 5 vurğuların sayını tap. Hansının sayı azsa sualın cavabı odur. Bax, indi digər sual praktik yolla eləyəcəm. Bunun cavabını tapdıqda 0 götürmüşdüm mən, üzr istəyirəm. Cavab 1 idi ya, B bəndi. Bax, mən də götürmüşdüm. Deyəsən A-nı götürmüşdüm. Gözümə elə görsəndi. Bax, bir dəqiqə. 642-ni praktik yolla artıq sürətli geçəcəm. Məntiqini izah vermək istəmişdim. İndi deyirəm ki, məntiqini başa düşdünüz. Bax, burada sürətli fikirləşəcəm. 12 nədir? 2 vur, 2 vur, 3'dür. 14 nədir? 14'ün yerinə 2 vur 7 yazdım. 14 nələ? 25'in yerinə 5 vur 5 yazdım. 15'in yerinə 5 vur 3 yazdım. 5 vur 3 15 deməkdir. 16'ın yerinə 2'yi vur 2'yi vur 2'yi vur 2 yazdım. 4 dənəkini bir-birinə vuranda 16 edir. 13'ün yerinə boş 13 yazdım. Çox asan həll. Neçə 2 var burada? 2'lərin sayı 1, 2, 3, başqa yerdə var 4, 5, 6, 7. 7 dənə 2 var. Neçəsində 5 var? 1, 2, 3, başqa 5 var? Yox. 3 dənə 5 var. Tapdım 2'lərin də sayını, 5'lərin sayını. Sonra heç vecimə deyil. Bunlar sayılara baxam. 7 dənə, 3 dənə sayılar bunlardır da. Hansı azdır? 3. Vəssalam. Deməli, bu hasilin sonu 3 sıfırla bitir. Yəni 642-ci testin cavabı da oldu D bəndi. Silirəm bunu, keçirəm 643-ə. Başa düşdünüz praktik yolu. Mənasını başa salmağa çalışdım məntiqini. Məntiqini başa düşənlər lap əla, başa düşməyənlər üçün də bu mövzu çətin deyil. Çünki tezdən deyirəm. Nə edirəm? Vurğulara ayıram, 2 vurğuların sayını tapıram, 5 vurğuların sayını tapıram, az olanı götürürəm. Praktik yol budur. O qədər asan. Bax, vurğulara ayıram, 35'i ayırdım vurğulara. 5 vur 7. 14. 14'ü 2 vur 7 kimi yazdım. 25. 25'i 5 vur 5 kimi yazdım. 15. Başka sualdı bu, yoksa başka sualdı. 5 vur 3 kimi yazdım. 16. 4'ün 2 yazdım. 4'ün 2'ni bilmiyorum. 2 vur 2, 4, 4 vur 2, 8, 8 vur 2, 16 yazdım. 24'ü 2 vur 2'yi vur 2, 4, 2 vur 2 vur 2, 8, 50 vur 3, 24. Bu cür yazdım. Şimdi ben sürətli şəkildə gəlirəm də. 47 ilə sadə ədəddir, 47 kimi yazdım. Yazandan sonra baxıram vurğuların sayını. Neçədən vur? 2 vuruq var burada. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə 2 var. Yazsam buraya 8 dənə vurğuların arasında 2 var. 8 dənə. Neçədən 5 var? Bu 1. Bu ikinci 5. Üçüncü, dördüncü. Başqa 5 gözüm görmür burada. 4 dənə də 5 var.
Və salam 2 vuruqların sayını və 5 vuruqların sayını yazdım. Hansı azdır? 8 dənə, 5, 4 dənə. Yəni say olaraq hansı azdır? 4 dənə. Sualın cavabı 4-dür. Bu hasilin sonu 4-0 ilə bitir. 643-cü testin cavabı da oldu Y bəndi. Silirəm bunu da, keçirəm 644-ə. Məncə bu tip suallar artıq göydə həll edə biləcəksiniz. 644, 45, 46 özünüz də eləməyə çalışın, sonra izaha da baxın. Siz belə videonu saxlayın, amma video axıra kimi baxın bu videoya. Çünki başqa sual tipləri də gələcək. Amma sırf bu tipləri göydə həll edə bilərsiniz. Ona görə videonu prosta saxlayın. Özünüz eləməyə çalışın, sonra izahda baxın ardından davam edin yenə də. Yenə də eyni məntiqlə vuruqlayacağım bunu. 28-i 2 vur, 2 vur, 7 kimi yaza bilərəm. 2 vur, 2, 4, 4 vur, 2, 4 vur, 7, 28-də. Sadə vuruqlayardım. 12. Sadə vuruqlayarmağı da bilirsiniz. 12-ni 2 vur, 2, 3 vur, 3 yaza bilərəm. 2 vur, 2, 4, 4 vur, 3, 12. Eyni şeydir. 125, 5 vur, 5 vur, 5 deməkdir. 5 vur, 5, 25, 5'e vuranda 125. Vurulsun. 45'i də 5 vur, 9 yaza bilərəm. Düzdürmü? Bax, bu 45'in yerinə. Artıq o burada yazdım. Orada yazanda qarı olur. Bax, bunun ardını yazıram burada. Vuru yazdım, vuru bura. 45'in sonra 13 gəlir. 13 sadə necə var yazdım. Vurulsun. 13'dən sonra 21 gəlir. 21'i də 3 vur, 7 kimi yazdım. Vurulsun. 8, 2 vur, 2 vur, 2 deməkdir. 2 vur, 2, 4, 4 vur, 2, 8 də eyni şeydir. 16, 4 2, 2 vur, 2, 4, vur, 2, 8, vur, 2, 16 deməkdir. Ardını buraya yazıram. 16'dan sonra 75 gəlir. 75'i də 5 vur, 5 vur, 3 kimi yaza bilərəm. Çünki 5 vur, 5, 25'dir, vur, 3, 75. Niyə ayırıram bunları sadəcə? Onun da mənasını əvvəldən başa salmışam da. Çünki mən orada 5 və 2 vuruqlarını görüm. Görüm burada neçədən 5 neçədən 2 var. Məsələn, bu cür ayırandan sonra 2'lerin və 5'lerin sayına baxıram. 2'lər neçədəndir? 1 dənə, 2 dənə, 3, 4. Burada 2'yi görmürəm başqa. 5, 6, 7, 8, 9, 10, 11. Düz saydım. 11 dənə saydım. Ümid edirəm ki, səhv eləməmişəm. 11 dənə 2 var vuruqların içində. Neçəndə 5 var? Bu 1, bu 2, bu 3, bu 4. Başqa görmürəm. Burada var. Bu 5, bu 6. Başqa yoxdur ki 5? Yox. 11 dənə 2 var, 6 dənə 5 var. 6 dənə 5. Deməli, hansı azdır? 11 dənə 6 dənə? 6 dənə. Deməli, sayı az olanı götürürsən və deyirsən ki, bu ədədin sonu 6-0 ilə bitəcək. Yəni 644-cü testin cavabı da olur C bəndi. Silirəm bunu, keçirəm 645-ə. 645. 12. Bu belə işarə edeyim. 12. 12-ni mən 2 vur, 2 vur, 3 yaza bilərəm. 2 vur, 2, 4, 4 vur, 3, 12. Bunu yazdım. Sonra keçdim 5'ə. Boş 5 də sadə ədədləri. 5 necə var yazdım. Vur 125. 125'i də 5 vur, 5 vur, 5 kimi yazdım. 3 dənə 5'i bir-birinə vuranda 125 verir. Artıq bunlar su kimi yazılsa qalsın. 45'i də 5 vur, 9 kimi yaza bilərəm. Vur. Ardını yazıram bura. 5 vur, 9, 45 eləmişdi. 25 elə özü 5 vur, 5 deməkdir. 2 dənə 5 vuruq yaranır buradan. 21, 3 vur, 7 deməkdir. 8 də ki, 3 ilə 2-ni bir-birinə vuranda 2 vur, 2, 4 vur, 2, 8 deməkdir. Bax, ayırdım. Yəni, nə edirəm? 2'lərin və 5'lərin sayını tapıram. 2'lərə baxıram. 1 dənə 2, 2 dənə 2. 2 yoxdur burada. Burada da 2 yoxdur. 3, 4, 5. Yazıram 5 dənə 2'm var, 5 dənə 2'm. Əsas bu dənələrə baxıram. Amma say, hansının sayı azsa onu götürəcəm cavab kimi. 5'lərə baxıram. 1 dənə 5, 2 dənə 5, 3 dənə, 4 dənə, 5 dənə. Burada başqa 5 var, yox. Gəldim bura. 6 dənə, 7 dənə. Vəssalam məncə. 7 dənə də 5 vuruğu var. Vəssalam, 2 vuruqların sayını tapdım. 5 vuruqların sayını tapdım, 7 dənədir. Hansı azdır? 5, 7, 5. Düzdür, say olaraq bu da azdır. Deməli, sualımın cavabı budur. Yəni, bu hasil 5-0 ilə bitir. 645-ci testin, mikrofon yandırmışam, bəli. 645-ci testin cavabı da oldu Y bəndi. Silirəm bunu, bu 646 da 10 taydı. Bu tip suallar artıq sizin üçün heç nədir. 646. 646-da belə bir şey ki, hasil neçə sıfırla bitir. Yenə də bayaq kimi 12-ni 2 vur, 2 vur, 3 yazdım. Hələ 12 deməkdir də. 5 hələ 5 yazdım. 45'i 5 vur, 9 kimi yazdım. 25'i 5 vur, 5'dir. Bunu bilirəm, yazdım. 21'i 3 vur, 7 kimi yazdım. Vur, ardını buraya yazıram. 27'ni 3 ilə 3'ü bir-birinə vuranda 27 edir. 3 vur, 3, 9 vur, 3, 27 kimi yazdım. 75'i də 3 vur, 5 vur, 5 kimi yazdım. Bax, 3 vur, 5, 15, 15'i də 5'e vuranda 75 edir. Bax, hamısını vuruqlara ayırdım qaşəng. 2'lərin sayını tapıram. 1 dənə 2, 2 dənə 2. Başqa 2 görmürəm burada. 2 dənə 2. Desələ 2 dənə 2 var. 3, 5, 5, 9, 5, 5, 3, 7, 3'lər, 5. Bəli, 2 dənə 2 var. Yazıram 2'lərin sayı 2 dənə, 2 dənə 2'm var. 5'lərin sayına baxıram. 1, 2, 3, bu da var. 4, burada 2 dənə də burada var. 5, 6. 6 dənə də 5 var.
saylar 2 dənə 2, 6 dənə 5. Hansı say azdır? 2 dənə, 6 dənə, 2 dənə. Məsələn, sualın cavabı 2. Deməli, bu ədədin hasili sonu 2 sıfırla bitəcək. 646-cı testin cavabı da oldu B bəndi. Silirəm bunu. Artıq bu tip sualları göydə həll edirsiniz. Məntiqini də başa saldıq. Praktik yolda çox asandır. İndi keçirəm ikinci tip. Bu suallar ikinci tip suallar olacaq. 647-ni axırda eləyəcəm. Çünki mən sizə birinci bunu başa düşürsünüz, sonra digərini keçəcək. 648-i həll eləyək, sonra 649, 650-ni, sonra gəlib 647-ni tezdən həll eləyəcək. Buna baxsaq, narahat olmayın. Bax, mən sizə bir dənə praktik yol deyəcəm. Bu dəfə praktik yolu birinci deyəcəm. Sonra mənasını da başa salacağım. Praktik yol gələn çox asandır. Çox asandır. Bayaqki kimi çox asandır. Məntiqini də başa salacağım. Kimisi isə başa düşmək, diqqətlə qulaq asıb başa düşməyə çalışsın. Başa düşə bilməsə belə praktik yol çox asandır, tətbiq edə bilərsiniz. Amma başa düşsəz çox əla olur. Həm beyniniz açılışar, həm də sualın tipini dəyişəndə gələcəkdə siz göydə rahat həll edəcəksiniz. Amma ən vacib beyin açılışmağı üçün mən o məntiqləri də girirəm ki, riyaziyyatın marağını tutasınız. Riyaziyyatı düşünməyə öyrəşəsiniz. Hər bir şeyin bir mənasının olduğunu görəsiniz də, boş əzbərləməsiniz. Çünki boş əzbərlə bir yerə kimi gedə bilirsiniz, bir yerdən sonra özünüzü inkişaf elətdirə bilmirsiniz. Hə, bax 1-dən 147-yə qədər ədədlərin hasili neçə sıfırla bitir. Bax, bu tip suallar düşəndə sizə ki, 1-dən hələ 147 mi? 147-yə qədər. Birinci. Praktik həli göstərəcəm, görürsünüz, çox asandır. Bax, 1-dən 147-yə qədər, 1-dən 224-ə qədər, 1-dən, yəni 1-dən, birdən başlayaq, 1-dən. 1-dən filan ədədə qədər deyəndə çox asan bir yol var. 1-dən neçəyə kimi demir. Bu 1-dən işimiz yoxdur. 1-dən deyəndə, tezdən 1-dən deyəndə, 1-dən deməyəndə başqa həldir. Bax, məsələn, burada. Biz onu deyəcəyik. 1-dən deyəndə çox asan yol var. 1-dən filana qədər, 247-yə kimi. Fərqi yoxdur. Neçəyə kimi deyirsiniz? 1-dən filana qədər deyəndə o sonuncu ədəd var ha. O ədədi sadəcə götürüb yazırsınız. 147 deyib də burada. 147 yox, 216 deyil, 216-nı yazacaqdım burada. Fərqi yoxdur. 1-dən neçəyə kimi demir. O ədədi yazıram. Praktik həlli deyirəm. Bölürsünüz 5-ə. Bəs salam. 147-ni 5-ə bölən neçə eləyir? Mənasını başa salacağam. Birinci praktik yol gör necə asandır, beyniniz yorulmasın deyə. 147-ni 5-ə böləndə cavab eləyir 28. Yox, 29. Çünki 5-i 29-a vuranda 145 edir. Qalıq da nə qalır? Mənim heç vecimə deyil. Burada qalıqlar bizə lazımdır. Qalıq 2 qalır. Qalsın, heç mənə lazımdır. Nə qalır, qalsın. Yazmayacağım biz. Yəni ki, 1-dən filana qədər ədədlərin hasili, bu mənası bir sənə deməkdir. 1 vur, 2 vur, 3, 4 vur, 5 vur, 6, ta 147 kimi. Bunların hasilini soruşanda sonuncu ədədi götürüb 5-ə bölürəm. Cavabını aldım, qalıq mənə lazımdır. 29. Cavabım bu deyil ha hələm. Sonra cavabı alandan sonra ancaq 5-ə belə getəcək. Nə vaxta kimi? Bax, cavabı aldım, bunu da 5-ə böləcəm. Mən bunu nə vaxta kimi 5-ə belə davam edəcəm. Bax, ədədin özünü birinci 5-ə bölürəm, aldığım cavabı sonra tezdən 5-ə bölürəm, aldığım cavabı tezdən 5-ə bölə bilərəm. Amma nə vaxta kimi bölürəm? Əgər mən ədədimi 5-ə böləndən sonra aldığım cavab, bax 29 almışam değil mi? Birinci bölmədə danışıram. Aldığım cavab 5 və ya 5-dən böyük ədəddirsə, bax 5-dən böyük ədəddir də, düzdür? 5 və ya 5-dən, 5 özü də olsa ya. 5 və ya 5-dən böyük ədəddirsə, mən o ədədi tezdən 5-ə böləcəm. Ta ki 5-dən kiçik cavab alana kimi. 5-dən kiçik cavab alanda dayanacağam. Bax 147-ni 5-ə böldüm 29 olur. Amma 5-dən böldüm 29-u 5-ə böləm. Cavab nəsə olur 5, 5 vur 5, 25 qalır 4 qalır mənə lazımdır. Sonra mən demişdim bax aldığım cavab 5 və ya 5-dən böyük. Burada 5-dən böyükdür amma 5 özü vardı. 5 özü 5-ə bölünür axı. Mən nə vaxt dayanıram? Aldığım bölmənin cavabı 5-dən kiçik olsa onda dayanacağam. Bu 5-dir, 5-dən kiçikdir öyle ki, onu da götürüb tezdən 5-ə böləcəm. 5 bölü 5 neçə edir? 1. Hə, aldığım cavab artıq 5-dən balacadır. 1-i 5-ə bölməm, burada dayanıram. Bax, bu qədər asan. 1-dən filana qədər ədədlərin hansı tap deyəndə o sonuncu ədədi götürürsən 5-ə bölə gedirsən. Ta ki aldığın cavab ola bilər birincidə dayanasan, ola bilər 3-4 dəfə davam edəsən. Bu fərqi yoxdur. Hər aldığın cavab 5-dən böyükdürsə və ya 5-ə bərabərsə onu tezdən 5-ə böl. Bax, ta ki axırda 5-dən kiçik cavab alana kimi. Bax, bu cavab hissəsi 5-dən kiçik olana kimi. 5-dən kiçik cavabı aldın, dayanırsan, sualın cavabı hazırdır. Bu 3 dənə ki cavab almamısan və ya neçə dənə cavab almamısan fərqi yoxdur. Yəni bu sağ tərəfdəki aldığın cavabları toplayırsan, sənin sualın cavabı hazırdır. Yəni 29-a gəl 5, 34, üstə gəl 1, 35. Yəni 1-dən 147-yə qədər ədədlərin hasili 35 anı. 35 dənə 0-la bitir. 648-ci testin cavabı oldu C bəndi. Bax, bu bunun praktik yolu idi. Məntiqini başa salacağım. Amma praktik yolu bir dənə də başqa ədəd üzərindən göstərim. Tutaq ki, mənə bu dəfə soruşurlar 1-dən, görəsiniz də, hələn praktik yolu bir dənə göstərim. 273-ə qədər natural ədədlərin hasili. Yəni 1 vur, 2 vur, 3 vur, ta vur bu ardıcılı gedir 273-ə kimi də. Bir hamısını vuranda bunların hasilini sıfırla bitir. Qaydam nə idi? Bax, bu sonuncu 1-dən deyəndə, yenirəm 1-dən deyəndə. 1-dən dedi, götürsə bu sonuncu ədədi, yəni yazırsan bura. Başlaysan 5-ə bölə getməyə. 273-ü 5-ə böldüm. Neçə eləyir?
5 vur 5 25 54. Çünki 5-i 54-ə vuranda 270 edir. Qaldı 3 qalır. Qalıq mənə lazımdır. 7 işin dayıcı. Cavabı aldım. Və aldığım cavab görürəm ki 5-dən böyük ədəddir. Deməli tezdən bunu 5-ə böləcəm. 54-ü bölürəm 5-ə. Cavab neçə edir? 10. Çünki 10 vur 5 50 eləyir. Düzdür? 54-dən də 50 çıxanda qalıq 4 qalır. Qalıq mənə lazımdır. Yenə də aldığım cavab bərabərin sayına bax. Aldığım cavab 5-dən böyükdür, bəli. Götürüb onu bir dənə də 5-ə bölürəm. 10 bölü 5 neçə edir? Cavab 2. Artıq bu dəfə aldığım cavab 5-dən kiçiksə dayanıram. Çünki daha 2-ni 5-ə bölə bilmirəm axı. 5-ə bölə bilmirəm. Vəssam. Yəni 5-ə bölə getdim. Axırıncı da götürüb 5-ə bölə gedirəm. 5-dən kiçik ədəd alınan kimi dayanıram və aldığım bərabərin sayında cavablar ki yoxdur. Bu cavablar neçə dənə cavab varsa hamısını toplasam sualın cavabı hazırdır. 54 + 10 64 üstə gəlir ki 66. Sırf bu ədəd üçün 1-dən 273-ə qədər natural ədədlərin hasili 66 dənə sıfırla bitir. Yəni sonu, hasilinin sonu 66 dənə sıfırla bitir. Yəni bu üçlərin cəmi. Praktik yolu bildiniz də, məncə bildiniz. Və burada biz cavabı neçə almışdıq? 35 almışdıq. C bəndi. O burada qalsın. İndi bunun məntiqini başa salmağa çalışacağam ki, praktik yol çox asan. Bu qədər asan. Məntiqini başa salmağa çalışacağam ki, niyə? Niyə 5-ə bölürük? Çünki bu sual beyində olanlar var, qoy başa düşsünlər. Baxın, 1-dən 147-yə qədər ədədlər bu deməkdir. 1, vur 2, vur 3, vur 4, vur 5, vur 6, vur 7, vur 8, vur 9, vur 10, vur 11, 12 ta gedir 147 kimi də vur 147 axırda da yazdım bunu. Bunun mənası bu deməkdir. Düzdür? Biz də normal bayaqlar demişdik axı, neçə 2 və 5 vurğu varsa, onların içində hansının sayı azdırsa, bayaqlar da gəlmirəm də bayaqki izahada, mövzu izahı verəndə demişdik axı. 2-dən 5 10 yaradır. Mən də ona görə belə olanda normal bu formada verəndə deyirəm ki, mən 2 vurğuların sayını tapıram, sonra 5 vurğuların sayını tapıram, düzdür? Və hansının sayı azdırsa, sualımın cavabı odur. Buna da açıq-aşkar baxanda mən görürəm ki, 2 vurğuların sayını da tapa bilərəm, 5 vurğuların sayını da tapa bilərəm. Amma açıq-aşkar bilirəm ki, mən 2 vurğuların sayını tapmağa ehtiyacım yoxdur. Niyə Rasim? Çünki bayaq demədim ki, 2 vurğuların sayını tapırsan, 5 vurğuların sayını tapırsan, sonra deyirsən ki, hansı azsa onu götürürəm də. Onsuz da 5 vurğuların sayı daha az çıxacaq. 2 vurğuların sayı çox çıxacaq. Hardan ağla gəldi Rasim? Niyə qərar verdik 2-lər çoxdur? Çünki ən azından buna bax, bir dənədən bir var 2 vurğu gəlir. 2. Cüt ədədlər gəlir. 4, 6, 8, 10. Hələ mən bunu 2 vur 2 vur 2 şəklində də yazmıram ha. Hələ ki əslində burada 2 vurğunun sayı çoxdur. Onu da nəzərə alma. Bax, cüt ədədlər bir dənə bir gəlir axı 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20 ta 147 kimi gedir. Bir dənədən bir 2 cüt ədədlər 2 vurğuna şəklində yazıla bilir də. Bir dənədən bir cüt ədəd gəldiyi üçün 2 vurğuların sayı çoxdur. Bir dənədən bir 2 vurğuları var. Mən bunu başa saymaq istəyirəm. Onsuz 2 vurğuların sayı çox olacaq. 5 vurğuların sayısı az. Niyə? Çünki 5 vurğular 5 dənədən bir gəlir. Bax 1, 2, 3, 4, 5 vurğu var. 5. Sonra bundan sonra 6, 7, 8, yəni bax 1, 2, 3, 4, 5. Yəni ki 5 vurğularının sayı 5 dənədən bir gəlir. 2 vurğuların sayı 1 dənədən bir gəlir. 1 dənədən 1. Çünki nədir? Cüt ədədlər bir dənədən bir cüt ədədlər. Düzdür? Cüt tək, so tezdən cüt. Tək, tezdən cüt. Düzdür? Cüt ədədlərin hər biri 2 vurğu şəklində olduğu üçün 2 vurğuların sayı bilirəm ki, çoxdur. Yəni 1-dən 147-yə qədər 2 vurğuların sayı çoxdur. 5 vurğuların sayı azdır. Mənə də cavab tapmaq üçün sayı az olan lazımdır. Deməli mən 5 vurğuların sayını tapsam 5-imdir. 5 vurğuların sayını tapsam artıq biləcəm ki, bu ədədin sonu neçə sıfırdan bitir. 5 vurğularının sayını tapsam. 5. Mən də demişdim axı, 5 vurğuların sayı 5 dənədən bir gəlir. Ona görə 1-dən 147 kimi 147 dənə ədəd var ha. Mən ona görə 147-ni 5-ə bölürəm ki, tapım ki, burada neçə dənə 5-ə bölünən ədəd var. Çünki mən demişəm, 5, 10. Sonra ondan sonra sayı getirirsiniz, 11 5-ə bölünmür, 12 5-ə bölünmür, 13, 14 bölünmür. Sonra necə gəlir? 5-ci, 15 5-ə bölünür, sonra 20, sonra 25. Yəni plus 5, 5, 5 dənədən bir gəlir də 5-ə bölünən ədəd. Ona görə mən 147-ni 5-ə bölüb 5-ə bölünən ədədlərin zamanı tapmam. Və 147-ni 5-ə bölündə mən tapmışdıq. 28, 29. Qaldı da qalmışdı ki, lazım deyil də mənə. 5 29 100. Mən tapmışam ki, 1-dən 147-yə kimi 29 ilə 5-ə bölünən ədəd var. Deməli 29 ilə 5 vurğu vardı orada ən azından. Burada dayana bilərdim. Deyərdim, ha 29 ilə 5 vurğu var. Amma birdən kimsə bizi ayıldır. Aramızda ağıllı uşaqlar var da. Biz deyir ki, ay Rasim, bir dəqiqə dayanır. Sənə 29 ilə 5-ə bölünən var. Deyirəm, hə də. Bir dəqiqə dayanır. O 5-ə bölünən ədədlər var ha. Onların bəziləri 25-ə bölünən ədədlər. Yəni 5-ə bax məsəl üçün sən saymadın Rasim 5 5-ə bölünür, 10 5-ə bölünür, düzdür? 15 5-ə bölünür. Biz sənin razı Rasim 20 5-ə bölünür, 25 5-ə. Amma söhbət odur ki, 25 var ha. 25-ə bölünən ədədlər 25 5 vur 5 şəklində yazılır. Yəni sən o 25-i 5-ə bölünən ədəd kimi bir dənə sayırsan, amma o 2 dənə 5 deməkdir.
O 25-ə bölünən ədədlər 2 dənə 5 vurğundan ibarətdir. Sən 5 vurğulan sayını tapırsan axı. Sən 147-ni 5-ə böləndə sən 29 ilə 5-ə bölünən ədədin sayını tapdın. Amma o 5-ə bölünən içində bax 25 var, 50 var, 75 var, 100 var. Hansı ki bunlar 25-ə bölünən ədədlərdirlər və bunların 2 dənə 5 vurğu var. Sən onları da bir dənə kimi sayırsan axı belə tapanda. Deyirəm 1 dəqiqə. Neçə dənədən 1? Bax 5, 10, 15, 20, 25. Məntiqi deyirəm, mən narahat olmayın. 5 dənə də. Yəni 5-ə bölünənlərin də arasında 5 dənədən 1, 5-ə bölünənlərin arasında ya artıq 5, 10, 15, 20, 25. Yəni 5-ə bölünən ədədləri sayanda hər 5 dənədən 1 25-ə bölünən ədəd gəlir. Bax 5, 10, 15, 20, 25. Bax 5-ci gəldi. Sonra davam edeyim bax 25-dən sonra 30, 35, 40, 45, 50. Görürsün bax 50 25-ə tam bölünür. Yəni 5-ə bölünənlərin arasında da hər 5 dənədən 1, hər 5 dənədən 1 25-ə bölünən ədəd var. Deyirəm əla. 29 dənə 5-ə bölünən ədəd varsa, bunların hər 5 dənədən biri 25-ə bölünən ədəddir də. Yəni mən bu 29-u 5-ə bölsəm, cavabı ki 5 alıram. Amma bu o deməkdir ki, sən tapdın ki, bu 29 dənə 5-ə bölünən ədədlərin arasında 5-i 25-ə bölünən ədəddir. Yəni o 5 dənəsində 2 dənə 5 vurğu var. Ona görə 29 ilə 5 toplanır. Siz 2 dənə 5 vurğu varsa, onu bunu 2-yə vurun. Deyirəm, yox. Çünki bir dənə 5-i olsa mən burada saymışam. 25, 50, 75 var. Onun bir dənə 5 vurğunu burada saymışam da. Amma mən tapdım ki, o 2 dənə 5 vurğu var, ikincisi saymamışam. Deməli, o 5 dənənin ikincisi saymadığım üçün 5 dənə plus bunun üstünə gələcəm. Bilmirəm ki, kimsə aydın oldu da, belə göstərim də. 5, 10, 15, təbii ki, hamısını yazmayacağım. 20, 25, daha davam eləmirəm. Bax, mən bu 29 dənə deyəndə bunların hamısını saymışam da, düzdür? 25-in bir dənə 5-ini burada saymışam da. Çünki bunların sayını sayanda 25 də bunun içində getdi. Amma 25-in 2 dənə 5 vurğu vardı. Birisini daha burada saymısan deyə, birisini də əlavə sayırsan. Yəni 29 ilə 5-ə bölünən ədədin içində hər 5 dənədən bir 25-ə bölünən ədəd olduğu üçün 29-u 5-ə bölünüb tapdım ki, 5 ilə 25-ə bölünən ədədi var. 5 ilə 25-ə bölünən ədəd var. Və bu 5 dənə 25-ə bölünən ədədlərin əlavə bir dənə də 5 vurğuları var. Bu saydıqlarından əlavə. Ona görə 5 dənə 5 vurğu da əlavə olduğu üçün plus 5-i əlavə edəcəm mən bunun üstünə. Əla. Sonra məntiqlə tezdən niyə 5-ə bölünür? Birdən birisi də ayrılır ki, yaxşı, 5-ə bölünən deyirəm. 29 dənə 5-ə bölünəndir, sonra 5 dənə 25-ə bölünəndir. Sən plus elədin də onu. Bəlkə 125-ə bölünən ədəd də ola bilər axı onların arasında. 125-ə bölünən ədəd də o deməkdir ki, 125 bu deməkdir də bax. 5 vur 5 vur 5. Yəni 125-də 3 dənə 5 var. 125-də 25-ə bölünənlər deməmişdim. Bax 25, 50. Bəli, bunlarda 2 dənə 5 var. Düzürsən, Asim. Bax 25, 50, 75, 100, 100-dəki 2 vur 4 vur 5 vur 5 deməkdir. Yəni 2 dənə 5-i var da. Sonra gəlir 125. Bax burada da hər bu 25-ə bölünənlər arasında da hər 5 dənədən bir 125-ə bölünən ədəd gəlir. 125-ə bölünən ədədin də 3 dənə 5-i var. Deyirəm, hə, düz deyirsən. Onda mən bu 5 ilə 25-ə bölünən ədəd yox idi. Bunu da 5-ə bölməliyəm ki, tapım 125-ə bölünənlərin sayı neçədəndir. Çünki 5 ilə 25-ə bölünən ədəd varsa, hər 5 dənədən bir 25-ə bölünənlər arasında hər 5 dənədən bir 125-ə bölünən ədəd gəlir. Bayaq saydım axı 25, 50, 75, 100, bax 125, 5-ci. Bax davam eləsəm 150, 175, 200, 25-ə bölünənləri sayıram da 225, üstünə 25 gəndə 250. Bax 5-ci 250 125-ə tam bölünür. Hər 5 dənədən bir. Ona görə bu da 5-ə bölünür. Məntiqini deyirəm. 5-i 5-ə bölünən cavab tapıram 1. Tapıram ki, hə, bir dənə 125-ə bölünən ədəd var. Onun 3 dənə 5-i var. Onun 3 dənə 5-inin birini burada saymışam. Birini burada saymışam. Birini də burada sayıram o bir dənə kimi. Ona görə heç nəsə vurmuram. Yəni ona görə 5-ə bölə-bölə gedirik. Ümid edirəm ki, başa düşdünüz azdan çoxdan. Bu onun məntiqidir. Mən bu izahı verməyə özümü borclu hesab edirəm. Amma həlli çox asandır da, deyirəm. Birdən falan qədər deyəndə 5-ə bölə-bölə gedirəm. Sonra axırda bunların cəmini tapıram. Məntiqini kim başa düşsə, lap əla, başa düşmədə narahat olmasın. 648 həlləmişdik. Keçək 649-a. Qayıtacağım, orada birisi qalıb bilirəm. Ona qayıtacağım. Onu da əlavə izah verəcəm. 649-a. Bax, bu artıq düstur kimi öyrənmiş də su kimi fraksiyon. 1-dən 218-ə kimi deyil. Mən demişdim, bax, 1-dən neçəli kimsə deyəndə 1-dən sözü varsa, ya 1-dən sözü olmayanda yox. 1-dən neçəli kimi deyəndə sonuncu ədədi götürüb 5-ə böl. 218-i 5-ə böldüm. Cavab eləyir 4, 3, 43. Qalır da qalır 3. 5 vur 43, 215 edir. Qalır 3 qalır. Lazımdır, qalıq yazmıyorum. Sonra aldığım cavab 5-dən böyük və ya 5-ə bərabərsə tezdən 5-ə bölürəm. 43-ü 5-ə böldüm. Cavab neçə oldu? 8. Çünki 8 vur 5, 40 eləyir. Qalıq da 3 qalır. Lazımdır mənə. Sonra nə edirəm? Bu 8 də 5-dən böyük olsun. Bu da tezdən 5-ə bölürəm. 8 də 5-dən bir dənə. Qalıq da 3 qalır. Mənə lazımdır. Artıq bir 5-dən kiçik olduğu üçün burada dayanıram. Yəni aldığım cavab 5-dən kiçik olandan sonra burada dayanıram və bütün bərabərliyin sağında olan aldığım bölmə əməllərinin cavabını toplayıram. 43 də gəlir 1, 44 üstə gəlir 8, 52. Yəni 649-cu testin
Cavabı da oldu B bəndi. Gəlin 650-ni də hiss eləyək, həll eləyək. Yəni görürsünüz, burada çətin heç nə yoxdur. Praktik həll olaraq. Mən qələmi götürməmişəm. Bax 1-dən 72-yə kimi deyib. 1-dən dediyi üçün deyirəm əla. Sonuncu əldə götürür Rasim 72. Böl 5-ə. 72-ni 5-ə böl neçə eləyir? 14. 14 böl 5 70 qalır mənə lazımdır. Sonra aldığım cavab 5-dən böyük olduğu üçün həmin cavabı da 5-ə böləm. 14-ü 5-ə böl neçə eləyir? Cavab 2. 2 vur 5 10 qaldı 4 qalır 18 yazmıram. Artıq 2 5-dən kiçik olduğu üçün aldığım cavab 5-dən kiçik olduğu üçün daha bunu 5-ə bölə bilmirəm. Burada dayanıram və aldığım cavabları toplayıram. Bölmənin cavablarını toplayıram. 14 2 neçə eləyir? 16 650-ci testin cavabı oldu B bəndi. İndi qayıtacağım. Bir dənə sual tipi qaldı. Onu da indi göstərəcəm sizə. O yüzden saxlamışdım onu. Amma o sual tipinə keçməmişdən əvvəl nə qədər rahat olduğunu sizə göstərim praktik həll olaraq. Haradaydı o? Buradaydı suallarımız. Yox. Mən hayına gedməliyim? Bu üzə. 649 650-ni elədim. Hə, bu üzdədir. Hə. Mən bunu demək istəyirəm ki, 2 cür sual həlli öyrəndik. Bax, bu formada düşəndə sadə vuruqlar ayırırıq hamısını. Baxıram, neçədən ikisi var, 2 vuruq var. Praktik olaraq çox asandır. Yəni, neçədən 2 vuruq var, neçədən 5 vuruq var. 2 vuruqların sayını tapdım, 5 vuruqların sayını tapdım. Bu sayıdan hansı kiçikdirsə sualımın cavabı odur. 2 vuruqların və 5 vuruqların sayını tapandan sonra kiçiyi budur. Bax, bu tip sualları o cür göydə həll elədim. Sonra gəldim 647-ni saxlamışdım. 648, 649, 650 eyni tipdir. 1-dən filana qədər. 1-dən filana qədər deyəndə o filan ədədi götürüb 5-ə bölə-bölə gedirsən. Ta ki, aldığın cavab 5-dən kiçik cavab olana kimi. 5-dən kiçik cavabı aldınsa, dayanırsan, başlayırsan aldığın cavablar ki, yoxdur, bölmələrin cavabları. Sol tərəfdə yapırsan da bərabərin sonunda. O cavabları toplayırsan, sualın cavabı hazırdır. Məntiqlə izah verdim ki, aydın olsun, Allah bəla aydın olması qorxmasın. Amma başa düşməyə çalışsın. Yaxşı. Bununla da işimiz bitdi. İki tipdir. Üçüncü tip, sonuncu tipidir. Bir daha bu tipdə deyim və sən bu suallar üçün qeyri-adi çətin sual yoxdur. Hamısı da praktik onunla həll olunur. Bax, gəldim buna, bunu saxlamışdım. İndi bütün iki rəqəmli ədədlərin hansı neçə sıfırla bitir soruşur məndən. Bütün iki rəqəmli ədədlər dediyi üçün. Hələ bu iki rəqəm, bunu da saxlayıram. Bir dənə başqa izah verəcəm sizə. Sonra qayıdıb bunu tətbiq edəcək. Çünki mən o izahı verəndən sonra siz artıq eləyə bilmədiyiniz məsələ tipi qalmayacaq bu mövzuda. Hələ bu qalsın bir qaqa. Sizə bunu göstərəm. Baxın, 1-dən 147-yə kimi deyəndə, bax buradakı kimi. Siz bunun üsulunu bilirsiniz ki, 147-yə bölürsən, takka 5-ə bölə-bölə gəlirsən də, bunu bilirsiniz, daha tezdən təkrarlamıram. Amma Rasim, sən bayaqdan ancaq bunu təkrarladın ki, bax 1-dən deyəndə, 1-dən deyəndə, 1-dən deyəndə. 1-dən deməsə nə olacaq? Deyirəm, hə, bax əsas məsələ budur. Yoxsa bax burada da 1-dən demir. O məsələyə tətbiq edəcəm. İşte sənə 1-dən demir. Məsəl üçün deyir ki, 18-dən 124-ə kimi. Görürsünüz, 1-dən demir ha, 124-ə kimi. Görürsünüz, 1-dən demir ha, 18-dən deyir. Yəni 18-dən başlayır. 18 vur, 19 vur, 20 vur, bu cür başlayacaq. Belə deyəndə bax praktik həlli göstərirəm. Siz 1-dən başlamırsınız. 1-dən deyəndə həlli bilirsiniz. Amma 1-dən demir, hansı ədəddən hansı ədədə qədər deyirsə, siz hər ikisi üçün bax, burada, bax 124 üçün. 1-dən bayaq kimi də 1-dən 124-ə qədər, ayrı-ayrı göstərim. 1-dən 124-ə qədər necə tapmırdıq? O cür həll edirsən. O göstərim bax. 124 böl 5 neçə eləyir? 24. Uzatmıram da. 24 böl 5 neçə eləyir? 4. Düzdür? Və 4 5-dən kiçik oldu. Deyərəm burada 24-dən 4 toplayıram olur 28. Yəni 18-dən 124-ə kimi deyəndə sən hələ 1-dən 124-ə kimi tap, normal bildiyin kimi. Hələ bir ki 1-dən deyib də güya. 1-dən 124-ə kimi tap. Tapdın. Sonra 1-dən 17-yə kimi tap. 1-17 qoyum. Yəni ki, bu verilən ədəd var ha. O balaca ədəd var ha, filandan kimi. O balaca ədədi bir vahid azalt. Yəni ki, burada da 1-dən buna kimi gəlir. Burada da 1-dən buna kimi gəlir. Bax 1-dən 124-ə kimi ayrı tapdım. Burada 1-dən 18-ə kimi yoxdur, sadəcə bunu bir vahid azalt. 1-dən 17-yə kimi, məntiqini ayrıca deyəcəm, tap 2-dən. 1-dən 17-yə kimi də bilsən də 17 böl 5, 1-dən 17 kimi deyəndə sonuncu götürüb 5-ə bölünür, cavab olur 3, daha 3 də 5-ə bölünmür, 5-dən bazı deyil, burada dayanıram. Deməli, 1-dən 124-ə kimi ayrı tapırsan, 1-dən 17-yə kimi ayrı tapırsan, sonra böldən kiçik çıxırsan, 28-dən 3-ü çıxırsan və deyirsən ki, 18-dən 124-ə kimi ədədlərin hasili, 18-dən 124-ə kimi ədədlərin hasili, 28-dən 3 çıxırsan, 25 ilə 0-la bitir. Bax, tezdən deyirəm, 1-dən deyəndə su kimi bilirsiniz. Amma filandan filana kimi, məsəl üçün A-dan B-yə kimi də, hərflərlə deyim, A-dan B-yə kimi, bu balacadır da, bu balaca da böyük ədəddir. B-yə kimi deyəndə, bir dəfə 1-dən bu B-yə kimi olan, normal, 1-dən 124-ə kimi olan, normal 5-ə bölmələrlə tapdım. Sonra bir dəfə 1-dən A-ya kimi tapıram. Amma 1-dən A-ya kimi yox ha, A-dan 1-dən az.
O bazanı bir vahid azaldırsan, niyə azaldığını başa düşsəz göstərəcəm məntiqində. Onda ömürlük yadınızda qalacaq. İkisini də tapandan sonra böyüdən kiçik çıxırsınız. Bax indi bu 18-dən 124-ə kimi olan hissə var ha. Bax bunu məntiqlə həll edəcəm ki, başa düşəsiniz niyə. Bir dəfə 1-dən 124-ə kimi tapdım. Bir dəfə 1-dən 18-ə kimi yox, 1-dən 17-yə kimi tapdım. Hər ikisini də 1-dən buna kimi, 1-dən buna kimi. Bunu sadəcə bir vaxt azaldırsan 18-imizə 17 kimi. İkisini tapırsan, sonra böyüdən kiçik çıxırsan. Həlli budur praktik həlli. Amma mənasını başa düşəcəksiniz ki, niyə eləyirik və niyə bunu bir vaxt azaldıq? Çünki 18-dən 124-ə kimi deyəndə bu deməkdir 18 vur 19 vur 20 vur 124 də. Bu deməkdir də. Sən desən ki, mən bunun üsulunu bilmirəm. Deyirəm düzdürsən, bilmirsən. Deyirsən ki, mənə 1-dən 124-ə kim desəydi belə 1 vur 2 vur 3 vur 4 vur 18 belə göstərdim. Vur 17 vur 18 də belə. 1 vur 2 vur 3 4 vur 5 16 17 18 yəni 1-dən ta 124-ə kimi də belə desəydi deyirsən ki, mən tapardım. Çünki onu bilirəm. Ona görə biz sizə dedik ki, birincidə 1-dən 124-ə kimi tap. Sən 1-dən 124-ə kimi tapdın. Düzdür? Ədədlərin son hissəsi sıfırla bitir. Düzdürmü? Deyirsən bəli, düzdür. Deyirəm, amma sən 1-dən 124-ə kimi tapanda sən deyirsən ki, mənə 18-dən 124-ə kimi lazım idi. Sən də 1-dən 124-ə kimi tapdın. Deyirəm, sən 1-dən 124-ə kimi bu hasilin nəsə sıfırla bitdiyini bilirsən də, düzdür? Deyirsən, hə, onu tapmaq mənə əsas. Deyirəm, sən onu tapandan sonra sənə bu hissə lazımdır axı. Bu hasili, bax buradan bura gələn neçədən 0-2 yaranmır, 1-dən 17-yə kimi. Bu sənə lazımdır öyrəsən. Sənə 18-dən 124-ə kimi lazımdır. Ona görə sən 1-dən 124-ə kimi olanı tapırsan ayrıca. Sonra 1-dən 17-yə kimi neçədən 0, 17-yə kimi. Ona görə 18 bir daha azaldım. Çünki 18-in özü mənə lazımdır. 18-dən 124-ə kimi deyirsə 18-in özü mənə lazımdır. Amma 17 lazımdır. Yəni mən buradan 1-dən 17-yə kimi neçədən 0 yaranır. O sıfırların sayını çıxsam 1-dən 124-ə kimi yaranan sıfırların sayından. 1-dən 17-yə kimi olanları çıxsam, çünki bunlar mənə lazım deyil. Artıq onda 18-dən 124-ə kimi natural ədədlərin, ardıcıl natural ədədlərin hasiləsiz sıfırla bitdiyini tapmış olaraq. Bu yenə də məntiqdir. Məntiqini başa düşənlər üçün çox sevinərəm. Başa düşməyə çalışanlar üçün də sevinərəm. Ən azından çalışsın doğrudan. Amma praktik olsa asandır. 1-dən deyəndə həlli su kimi bilirsiniz, amma 1-dən yox, başqa ədəd kimi deyəndə böyüyünü ayrıca tapırsınız 1-dən 124 kimi, bacısını da 1-dən o balaca ədəd kimi ayrıca tapırsınız, amma o balaca ədədi bir vaxt azaldıram. Bax, bir dənə başqa nümunədə göstəreyim, sonra keçəcəm o 127-ci sualımıza. Bax, məsələn, bu dəfə mənə deyir ki, 42-dən 181-ə kimi. Bax, nə edəcəm? Çox asandır həlli. Bir dəfə 1-dən 181-ə ayrıca tapırsan, bax, 1-181. Bir dəfə də 1-dən 42-ə kimi yox, bu balacanı bir vaxt azalırsamışıq, 41-ə kimi. Bunu bir vaxt azalır, 1-dən 41-ə kimi ayrı tapırsan. Yəni 1-dən 181-ə kimi su kimi bilsən, 181 böl 5 elədi 36, qalıqları daha yazmıram. 36 böl 5 elədi 7, qalığı yazmıram. 7 böl 5 elədi 1, artıq burada dayandım, çünki 5-dən bazı cavab alındı. Sonra 1-dən 41-ə ayrıca tapıram. 41, bax, 42 yox, 41 elədim. Balacanı həmişə bir vaxt azaldıram. 41 böl 5, 8, 8 böl 5, 1. Qalıqları yazmadım, ha, çalışmayın. Qalıq üst qalır, onları yazmadım. Deməli, 1-dən 181-ə kimi tapmışdım. Budur, 36, 37, bu da 7, 44. 1-dən 41-ə kimi də budur. 9, 8-dən 1 toplayanda 9, düzdür. Sonra ne demişdim? Böyük cavabdan kiçik cavabı çıxırsan. Yəni ki, 44-dən, bunun cavabı 44 idi. Çıxıram 9, cavab 35. Yəni 42-dən 181-ə kimi natural ədədlərin hasilinin sonu neçəyə tapmışdı? Bundan çıxdı. 37, 44, bu da 9. 35, hə, 44-ün 9-u çıxmışdı. 35 sıfırla bitir. Hə, bax bunu da öyrəndiksə, artıq mən hər tip sual həll edəcəm. Bu artıq mənim üçün heç nədir. Çünki burada bütün iki rəqəmli ədədlərin hasilini sıfırla bitir deyəndə mənim üçün çox asandır. Çünki bütün iki rəqəmli ədədlər deyəndə mən bilirəm ki, iki rəqəmli ədədlər 10-dan başlayır. 10-dan. Neçədə bitir? 99-da. Bax ki, sual kimi sual yanında mənim üçün artıq. Yəni əslində bütün iki rəqəmli ədədlərin hasilini sıfırla bitir deyəndə mənə 10-dan 99-a kimi ədədlərin hasilini sıfırla bitir bunu soruşur da məndən. Çünki iki rəqəmli ədədlər 10-da başlayır, 99-da qurtarır da. Onu da biz su kimi bilirdik, axı nə edəcəyik? Bir dəfə 1-dən 99-a kimi tapacağıq ayrıca. Çünki 1-dən 99-a kimi tapmaq asandır bizim üçün. Bir dəfə 1-dən neçəyə kimi? 10-a kimi, yox, 10-dan bir dənə az. 9-a kimi. Bəs salam. Bu da sizin üçün işindir. 1-dən 9-a kimi tapmaqsa 9-u 5-ə bölsən, sonuncu ədədi 5-ə bölsən, cavab olur 1. Qalıq mənə lazımdır. Bunun cavabı 1. Tapdım, qaldı qıraqda. 1-dən 99-a kimi deyəndə sonuncu ədəd 99-u bölən 5-ə, cavab olur 19. 19, 5, 95, qalıq 4 qaldı. Qalıq bizə lazımdır. Sonra aldığım cavab 5-dən böyük olduğu üçün 10 tezdən 5-ə bölən. 19-u 5-ə bölən cavab olur 3. Çünki 3 vur 5, 15 edir, qalıq 4 qalır. Qalıq da mənə lazımdır. Və aldığım cavab 5-dən kiçik olduğu üçün burada dayanıram artıq. Bu ikisini toplayıram neçə oldu cavab? 22. Nə dedim? Bir də bunu tapırsan, bir də bunu tapırsan, sonra böyükdən kiçik çıxırsan. Yəni 22-dən də biri çıxıram, cavab olur 21. Yəni 647-ci testin cavabı da oldu D.
bəndi. Vəssalam. Lütfən silin bu mövzu ilə tutaraq. Məncə bu mövzuda artıq heç bir çətinlik olmamalı. Çünki praktik yolu artıq su kimi öyrənməlisən. 3 cür şey var idi. 3 cür tezdən deyirəm. Boş ədədlər verirsə birdən zaddan demir də. Özü ədədlər verib deyib bununla hasili tezdən təkrarlayıram. Heç nə, 3 cür şey var. O cür sual verəndə praktik yolları təkrarlayıram. O cür sual verəndə sadə vurğular ayırsan, baxsan içindən 2 vurğu var, içindən 5 vurğu var. Hansının sayı azsa onu götürsən sualın cavabı odur. Vəssalam, bu tiplər getdi. Bir tip, bu cür asan. İkincisi də birdən falan kimi deyəndə birdən. O çox asan idi. Birdən falan kimi deyəndə o sonuncu ədəd yoxdur, o falancadır. O falancadır götürsən 5-ə bölə-bölə gedirsən. Vəssalam. Ta ki axırda bu bölmənin cavabı 5-dən kiçik cavab alınsın. 5-dən kiçik cavab alanda dayanırsan və sonra aldığın cavabları toplayırsan. Bu da çox asan idi. Praktik olaraq da göstərdik. İkinci yol o da getdi. Üçüncü yol nə idi? Birdən demir də. Sən deyir ki 18-dən 148-ə kimi. O da ayrı-ayrı. 18 demir, bir də birdən 148-ə kimi tapırsan. 18-dən 148-ə kimi demiş. Birdən 148-ə kimi yolunu bilsən axı 5-ə bölə-bölə getdin, tapdın sayını. Bir dəfə də birdən 18-ə kimi yox. O balacanın həmişə 1 var azalırsan. Birdən 17-yə kimi baxırsan və birdən 17-yə qədər natural ədədlə hasil neçə sırla bitdiyini tapırsan. 2 dənə ədəd olmur. 18-dən 42-dən 124-ə kimi. Birdən 124-ə kimi də ayrı tapırsan, sonra birdən 42-yə kimi də. 42 yoxdur, onu 1 var azalırsan 41-ə kimi. Bunlar ikisini ayrı-ayrı tapırsan, böyükdən kiçik çıxırsan bu sualın da tipində cavabı hazır. Birdən 2-dən 15-dən deməndə bu cür deyib bütün 2 rəqəmlərdə onu da özün başa düşə bilirsən ki, bütün 2 rəqəmlər deyəndə əslində 2 rəqəmlər 10-dan başlayır, 99-da qurtarır. Deməli bu 10-dan 99-a kimi istəyir. 10-dan 99-a kimi deyəndə bilirsən də. 1-dən 99-a kimi ayrı tapsan, 1-dən 9-a kimi ayrı. Çünki ondan bir dənə az. Başa düşün, onu bir dənə azaldırsan. Həmişə balacanı bir dənə azaldırsan. Bu üçüncü tiplərdə belə edirsən. Vəssalam. Praktik yollar bu qədər sadə, çox rahat tətbiq edə bilərsiniz. Videoya təkrar baxa bilərsiniz. Məntiqini də kim başa düşdüsə çox sevinərəm. Başa düşməyibsə, başa düşməyə çalışsın amma. Yaxşı. Başa düşmədim qaçmasın. Bir də hələ belə o məntiqlərin izah hissəsini tezdən baxıb başa düşməyə çalışsın, cəhd eləsin. Ən azından o cəhd eləsin. 1-2 dəfə, 3 dəfə eləsin heç olmasa. Başa düşmədim deyib qaçmasın. Yorsun da beynini. Bilirəm, başa düşməyənlər çətin gələcək o məntiq hissəsi, amma yor da beynini. Qoy açılsın beynin. Deyirsən, yox mən baxsın da başa düşmürəm. Eybi yox. Bax, mən sənə deyirəm. Yox, mən başa düşməyəcəm, onsuz özüm yorum. Yor da, yor məqsəd odur. Elə yormaq deyil əslində, beynin açılışacaq. Sən ona başa düşməsən, stresslə baxma. Başa düşməsən, canın sağ olsun deyirəm sənə. Amma o vaxt canın sağ olsun demələm sənə ki, sən cəhd eləmirsən. Sən cəhd elə, sakit başına, rahat başına, onsuz da stressin yoxdur. Başa düşməsən də olar, canın sağ olsun deyirəm sənə əvvəldə. Amma sən qulaq as, tezdən başa düşməyə çalış, özün qeyd aparmaq çalış, video saxla, o məntiq hissəsində başa düşməyə çalış. Çünki bunu eləməyə çalışsan, tam başa düşməsən belə, ən azından beynini gücə verirsən ha. O bizə çox xeyirdir. O bizə çox xeyirdir. Mən elə sizdən əsas bunu istəyirəm. Vəssalam. Çünki qaydalar öyrənmək sizin üçün heç nədir. Amma o beyni açandan sonra o əzbərlədiyiniz qaydalar da o açılmış beyinlə bir yerdə bir harmoniya yaradanda ya qabağınızda heç kim durmayacaq, heç bir məsələ tipi durmayacaq. Vəssalam, video burada tamamlayım. Yerdə çox danışdım. Ümid edirəm ki, sizə hər şey tam aydın oldu. Kimdə nə sualı olsa, nəysə başa düşməsə, WhatsApp qrupumuzda yazıb mənə sual verə bilər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.